paylaşırlar, bizə də pul gətirirlər. Bax, ha, bax, İlham Əliyevin rejiminin apardığı siyasət budur. Başa düşürsünüzmü? Yəni bu xanıma, əksinə o cinayətkarları tutmaq lazım, kimlər bunun üstünə hücum edib, bunu zorlayıb, təcavüz edib buna, alçaldıb, nəslini, kökünü söyüb qoyubdur. Bu, bir Azərbaycan xanımı kimi, Azərbaycanda elə bilir ki, dövlət var və prokuraturaya müraciət edir, polis idarələrimizə. Bunun işinə baxmırlar. Bayrağı cırıb, düzdür, bir böyük səhvdir, amma o bilərəkdən cırmayıb onu. İnsanda ki, stres olur, əsəbi, gərgin vəziyyətdə, qalır belə aciz vəziyyətdə, əlindən nə keçir, vurur dağıdır. O momentdə də bayraq keçib bunlarla. Buna görə yəni ki, bunun üstünə getmək lazımdır. Əksinə bütün qeyrətli kişilər, namuslu xanımlar, hamısı başa düşmədilər ki, hər bir kəsi bu gözləyə bilər. Hər bir xanımın üstünə bu cür nətəcə. Yazıcı gəlir, dəfələrlə biz sizə Elşad da, mən də, Qabil də, bir çoxları da nə göstərdik. Maşın gedə-gedə durub bir qadını saçından tutub bir polis salır maşına, başlayır bununla erişir eləməyə, zorlamağa. Baxa da bu bölmələrdə insanları belə zorlayırlar, ağzına verirlər, maşında çaldırırlar. Caban uşaqların dalına dubinka soxurlar. Xəstəxanada qazini saldılar təpiyin altına 4 dənə polis. O qazi ki, bayraq üçün canını qoyub. Bunlara olar ki, saxta vətən küvənlərə olar. Amma bir qadın təcavüzə uğrayır, çıxır səsini çatdıra bilmir, belə etiraz edir. Amma bu olur vətən xaini. İndi bax, mən burada bir yaxşı bir söz demək istəyirəm ki, siz ona fikir verəsiniz. Elşad bilir bunları, Qabil də bilir, yəni bəzi mübarizlər bilirlər. Baxın da, Sumqayıtda icra hakimində işləyənin oğlu qoşa lüləni götürür, gəlir girir məktəbə, müəlliməni gülləliyir. Necə bu arxain bu işi görür ha? Mən burada sözü nəyə görə belə şey edirəm? Yəni ki, bu öyrədilmiş bir işdir ki, İlhamın gəlini haqqında söhbət getməsin, batsın, hamı ora başı qaçsın. Lab yaxşı, əcəb eləmişsən. Yəni işi belə söyləyir. Mən burada bir dənə müdaxilə edeyim. Sən bunu dedin, bayaq mən də bu haqda danışdım. O deməkdir, indi nə olacaqsa, o deməkdir ki, Alyonanın söhbətini yatırtmaq istəyirlər. O ölüm işi də olacaq, nə bilim polis oğraşdığı da olacaq, bax belə qadın olacaq, etirazını eləyəcək. Yəni bunu Alyonanı bastırmaq üçün deyil, onsuz Azərbaycan qəhvəxanadır. Kimi istəyirlər öldürürlər, kimi istəyirlər şərləyirlər, bestiri deyildir. Yəni onu Alyonaya bağlamaq lazımdır və yox, mən onu, Elşad, mən başqa şeyə bağlayıram bunu, başqa şeyə. Yox, Alyon da məşhur adamdır da, bütün Azərbaycan tanıyır, o qəlbimizdədir, ürəyimizdədir, qəlbimizdə. Mən burada bunu nəyə görə dedim? Belə inətkarlıqla qoyuram bu məsələni ki, baxın da getdik məktəbə, müəlliməyə güllələdi, indi ölübdür, qalıbdır, hər nədir, rəhmət ölüyə də var, diriyə də var. Ona görə demirəm. 174 dənə qazimiz özünü şəhid elədi. Yəni ki, yandırdı, intihar elədi. Onlara nə şəhid deyirəm, özü biz elə şeyə pis baxırıq. Bu 174 dənə qazidən biri bunun başını it oynatsan, zülm eləyən, bunu o vəziyyətə gətirənin birinin də təpəsinə Yunus kimi güllə qoymadı. Mən bura bunu gətirirəm, ha, baxın ha, bir uşaq gedir, müəlliməni gülləliyir, amma o cürünə 174 dənə qazinin başına itin oyununu açıblar, başlarını zülm ediblər. Hələ bəzilərində onun deyiləsi də öyle nələr ediblər. O qazilərdən biri ya bizcə dənəsi heç olmasa, o dünyaya özünü yandırıb ki, ölsün, ölüblər də, yanıb ölüblər. Bir dənə gelib nə icra hakimini, nə onun o polisini, nə onun prokurorunu, nə onun nə bilim hansı birini, bir dənə nə güllənə. Qucaqlayıb birini özü ilə aparmayıb. Ağaç sağ ol. Birini də qucaqlayıb özü ilə o dünyaya aparmayıblar. İndi belə qazilərə rəhmət düşmür. Bax, siz Allah özünüz deyin. Və nə qədər zabitlərimiz var ki, işdən hərbidən çıxartıblar, pensiyalarını da kəsiblər, başlarına zülümlər ediblər. Biri heç olmasa qalxıb bu rejimə qarşı bir kəlmə söz danışıb mı? Deyib mi, mən bu rejimə qarşıyam, vuruşacam, döyüşəcəm. Əksinə nə görürsünüz qazilərimizdən? Gəlin oturaq düz danışaq, nə görürsünüz? Cənab prezident, mən sənə şikayət edirəm, cənab prezident mənə kömək edir. Səni elə bu günə qoyan prezidentdir də. Səni bu vəziyyətə gətirən bu rejimdir də, Azərbaycanda olan rejimdir də. Biz sizə nələr deyirik?
80 manat bu